Pensiya və sosial ödənişlərlə bağlı son vəziyyət minlərlə vətəndaşın diqqət mərkəzindədir. Xüsusilə son günlər bəzi bölgələrdə pensiya ödənişlərinin gecikməsi ilə bağlı müraciətlərin artdığı müşahidə olunur. Rəsmi mənbələrdən verilən məlumata əsasən, yanvar ayı üzrə pensiya ödənişləri mərhələli şəkildə həyata keçirilir. Lakin bir sıra vətəndaşlar pensiya və sosial müavinətlərin hələ kartlara köçürülmədiyini bildirir. Bu gecikmələr əsasən texniki və sistemlə bağlı səbəblərlə əlaqələndirilir. Bildirilir ki, ilin əvvəlində elektron ödəniş sistemlərinin yenilənməsi, məlumat bazalarının yoxlanılması və bank sistemləri ilə inteqrasiya prosesləri müəyyən vaxt tələb edir. Məhz bu səbəbdən bəzi pensiyaçıların ödənişləri digərlərinə nisbətən bir qədər gec həyata keçirilə bilər. Bundan əlavə, sosial ödənişlərin dəqiqliyini təmin etmək məqsədi ilə məlumatların yenidən yoxlanılması prosesi aparılır. Xüsusilə əlillik statusu olan şəxslər, yaşa görə pensiya alanlar və sosial müavinətçilər üzrə məlumatların uyğunlaşdırılması gecikməyə təsir göstərən əsas amillərdən biri kimi göstərilir. Rəsmi qurumlar bildirir ki, bu gecikmələr müvəqqəti xarakter daşıyır və pensiya ödənişləri tam şəkildə təmin olunacaq. Vətəndaşlara tövsiyə olunur ki, kart balanslarını mütəmadi yoxlasınlar və panikaya düşməsinlər. Çünki ödənişlər ardıcıl şəkildə davam etdirilir. Qeyd edək ki, sosial müdafiə sahəsində aparılan islahatların əsas məqsədi ödənişlərin daha şəffaf, dəqiq və vaxtında həyata keçirilməsidir. Bu prosesdə yaranan qısa müddətli gecikmələr sistemin tam stabilləşməsi ilə aradan qalxacaq. Beləliklə, yanvar ayının ortasında pensiya və sosial ödənişlərlə bağlı yaranan gecikmələr əsasən texniki səbəblərlə izah olunur. Mövzu ilə bağlı rəsmi açıqlamalar olduqca ictimaiyyətə əlavə məlumat veriləcək.